Rohans Kodeks eyni ilə Voynich əlyazması kimi yazısı və dili bilinməyən bir kitabdır. Əksəriyyət insan Voynich əlyazmasını bilsə də Rohans Kodeksi tanımır. 19-cu əsrin əvvəllərində Macaristanda ortaya çıxan bu kitab bu gün Macarıstan Elmlər Akademiyası kitabxanasında qorunur və səhifə-səhifə rəqəmsal şəkildə əlçatandır. Kitab təxminən 448 səhifədən ibarətdir və hər səhifədə 9-14 sətir arası işarə vardır. Ən azı 87 illüstrasiyanı ehtiva edən kitabda xaçlar, hilallar, günəşlər, svastika bənzər simvollar və döyüş səhnələri, dini, gündəlik rituallar kimi simvollar da mövcuddur. Bu, ikonografiya, xristian, pagan və İslam motivlərinin birlikdə istifadə edildiyi maraqlı bir mətn ortaya qoyur. İstifadə olunan işarə dəsti adi əlifbalara nisbətən çox yüksək müxtəlifliyə malikdir. Rohans Kodeks klassik ensiklopediya kimi nizamlı deyil. Daha çox qısa paraqraflar, miniatür səhnələr, işarə blokları və səhifə quruluşu ilə irəliləyən bir kitabdır. Bu səbəbdən illüstrasiyalarla mətn arasında açıq tematik bağlar görünsə də, təyxətli bir hekayə qurmaq çətindir. Kitabın sirri və şifrəsi hələ də həll edilməyib. Bəzilərinə görə Nemes adlı Macar antikvar tərəfindən qəsdən uydurulmuş saxta bir əsərdir. Digərlərinə görə isə xristian tarixinə dair şifrələri ehtiva edən və dili açılmamış bir ensiklopediyadır. Mən isə qərarı sizə buraxır və növbəti mətnə keçirəm.